İndi isə 9 illik baxış səviyyəsində olan testlərə baxaq, test nümunələrinə. Yenə derivativ düzəltmə deyir, şəkilçiləri axtarır, ING-şın 2-3 doğru cavabdır, amma sightseeingdə də ING-lər lakin 2 sözdür, görməli yerlər mürəkkəbdir, tablespoon çay qaşığı mürəkkəbdir. 6 nömrəli testə baxdıqda umbrella çətir görür, çətir sayılır, sayıqda başlayır N olacaq. İkinci tərəfdə rainy day, day sayılır E olacaq, çünki tək isimlər tək artikl götürür, cavabımız C-dir. Yağışlı gün olduğuna görə çətir aldı. Növbəti sualda isə onu görür, ondan sonra ümumiyyətlə E-li birləşmələr olmalıdır. Hansı E-li birləşmələr? A few, a little. A little özündən sonra sayıla bilməyən ismalar, a few cəmalar, ona görə cavabımız avtomatik E-dir. They bought only a few books at the market. Onlar marketdən yalnız bir neçə kitab aldılar. There are many students in the hall. Zalda çoxlu şagirdlər var. Of them are waiting for teacher. Onların nə qədər müəllimi gözlədiyini tapmalıyıq. O zaman cəmsim cəm xəbər, everydən sonra of olmaz, ISF-dan sonra cəmsim tək xəbər, nodan sonra of olmaz, qalır all və boss. Eğer burada many student çoxlu şagirdsə, deməli doğrumuz A variantıdır. Çünki boss 2 şagirddən söhbət gedir. Boss ümumiyyətlə hər ikisi deməkdir, amma burada isə çox idi şagird. Ona görə all of them are waiting for teachers. 9-cu sual diqqət edirik. It was Sunday, bazar günü olduğuna görə because it was Sunday. Ofisdə we saw, yəni biz gördük kimi görə bilərik. Təbii ki, heç kimi avtomatik cavabımız növbədir, çünki iş günü deyil. 10-cu sual diqqət edirik. Zən görürük. Zən ermor bizdən alar. Most C variantında S üstünlükdür. Ermor bir sözdə ola bilməz. Tall Azərbaycanlıdır, mor olmaz. Cavabımız D'dir. Taller. Tom is taller than his cousin. Tom kuzenindən daha hündürdür. 11-ci testə diqqət edirik. Was'dan sonra sifət olmalıdır. Elbaylara atırıq. Zərflər atılır. İkinci tərəfdə feildir. Finish bitirdi. Feildən sonra zərf olmalıdır. Elbay. Cavabımız easy, easily. C doğrudur. The test was easy. Test asan idi. She finished it easily. O asanlıqla onu bitirdi. 12-ci suala diqqət edirik. We saw a car accident road our way home. Evə gedən yolda maşın qəzası gördük, yol üstü. Yəni yol üzərində, yol üstü mənalarını ingilislər hər zaman ümumiyyətlə yol sözünü indən vermirlər. Yəni ondan. İkinci tərəfdə evə gedən yenə yol nəzərdə tutursa, yenə hər ikisi 10 olacaq. Cavabımız B-dir. 13-cü testə diqqət edirik. They often travel summer day holidays. Onlar tətillərində, yayda səyahət edirlər. Ümumiyyətlə fəsillər ingilisdə ilə işlənir. Onlar yanlışdır. Hansı sözdə hər hansı bir sözün daxilində görəriksə ona bərabərdir. Deməli cavabımız in-on şəklində olacaq. O da D-dir. Okay, keçirik indi 14-cü suala. These are flying on airplanes. O təyyarələrlə qorxur mənasındadır. Və burada heavy, ağır, friendly, səmimi, colorful, renkli, blind, kör. Skype isə qorxmuşdur. Yəni qorxulu, qorxunç, qorxmuş A variantındakı söz onu ifadə edir. 15 nömrəli testdə isə sözlərin definitionunu, mənasını ulaşdırmalıyıq. Lucky uğurlu deməkdir. O zaman having good things happen to you by chance, yəni şans baxımından şansını gətirməsi uğurlu deməkdir. Yəni 2C olacaq. 2C olan variantlarımıza diqqət edirik. B-lə edir. Sonra növbəti sözümüzdə polite, nəzakətli, yəni social to correct rather than friendly. Yəni bu deməkdir ki, daha səmimi olmaq lazımdır. Daha səmimi olan, olduqca səmimi mənasındadır. Yəni 3A. 2C, 3A sonuncu variant doğrudur. Biz 16-cı testə baxırıq. Close meaning, yaxın məna burada sinonimlərdir. O zaman left, right, sağ, sol, antonim, huge, poor, rich, pure, rich, kasıb varlı, antonimdə fire, busy, ümumiyyətlə məşğul, ədalətli heç biri deyil. Ill, healthy, xəstə, sağlam, antonimdir, cavabcıdır. Huge, giant, onlar very big, yəni nəhəng, çox böyük deməkdir. 17 nömrəli testə diqqət edirik. Burada isə opposite meaning, əks mənalar, yəni antonimlər. That was a brilliant idea, it worked perfectly. Möhtəşəm işə yaradı, çox gözəl bir ideya idi. Yəni müsbət mənalıdır, amma biz onun əksində mənfi mənalı verməliyik. Əlanın əksi nə ola bilər? Stupid, axmaq və yaxud da foolish, o da axmaq, pis, işə yaranmaz deməkdir. O zaman cavabımız 1-3-dür. Çünki clever, smart hər ikisi ağıllı deməkdir.